في صعيد واحد بين طابقين من نار، فحرارة الشمس تكاد أن تذهب بالرؤوس، ولهيب الصحراء يكاد أن يأكل الأقدام. فكان الرجل منهم يضع طرفا من ردائه تحت قدميه والآخر فوق رأسه، ثم يقف صلى الله عليه وآله خطيبا على منبر طوارئ صنع من أحداج الإبل في آخر لقاء له مع هذه الجموع، لقاء حجة الوداع الذي سيتلوه الرحيم. يا أيها الناس، يوشك أن أدعى فأجيب، وإني مسؤول وإنكم مسؤولون، فماذا أنتم قائلون؟ نشهد أنك بلغت الصح وجزاك الله خيرا. ألستم تشهدون أن لا إله إلا الله وأن محمدا عبده ورسوله، وأن جنته حق وناره حق، وأن الموت حق، وأن البعث بعد الموت حق، وأن الساعة آتية لا ريب فيها، وأن الله يبعث من في القبور؟ اللهم اشهد. يا أيها الناس، ألست أولى بكم من أنفسكم؟ إن الله مولاي وأنا مولى المؤمنين، وأنا أولى بهم من أنفسهم، فمن كنت مولاه فعلي مولاه. اللهم والي من والاه، وعادي من عاداه، وانصر من نصره، واخذل من خذله، وأدر الحق معه حيثما دار. بسم الله الرحمن الرحيم. اليوم أكملت لكم دينكم وأتممت عليكم نعمتي ورضيت لكم الإسلام دينا. ز جود خود تو بخشیدی به مسکین، ز جود خود تو بخشیدی به مسکین، نگین پادشاهی را علی جان. به وقت رست تو هستی شیر میدان، به وقت رست تو هستی شیر میدان. درگشتی یتیمان را علی جان. علی مولا، علی مولا.
شاهی که فرمودی بفرزند، تو آن شاهی که فرمودی بفرزند. کرم کن بر اسیرانت علی جان، کرم کن بر اسیرانت علی جان. تو آن ماهی که هنگام نمازت در آرم تیر از پایت علی جان، در آرم تیر از پایت علی جان. مرا در تن بود تا جان بگویم، مرا در تن بود تا جان بگویم. علی مولای درویشان علی جان، به جنبت تا رگم در جان بگویم، به جنبت تا رگم در جان بگویم. علی خصم بداندیشان علی جان. İslamın en büyük şəxsiyyəti, birinci imamımız, möminlər sərvəri, övliyalar sultanı, əymə-i ətharın əvvəli, Həzrət Əlinin həyatı və şəxsiyyətinə həsr olunmuş, beynəlxalq konferans üçün toplamış. Konferansı açıq elan edirik. Həzrət Əli İslamın elə böyük şəxsiyyətidir ki, onun haqqında aylarla, illərlə danışsan, qurtara bilməz. Yəni, mövzu nihayəti olmayan bir mövzudur. Elə təkcə Həzrət Əli haqqında Qur'an-ı Kərimdə nazil olan ayələri, Peyğəmbər Aleyhisselamın hədislərini bir yerə toplayıb, onları şərh etsək, cildlərlə kitablar peyda olur və olub da. İslam alimləri, yəni Həzrət Əlinin başqa tərifə ehtiyacı yoxdur. Bəzən görürsən ki, Həzrət Əlidən danışanda qıcıqlanandan da olur. Amma buna ehtiyac yoxdur. Çünki Həzrət Əlinin tərifi Qur'an-ı Kərimdə verilib, Peyğəmbər Aleyhisselamın hədislərində verilib. Başqa bir şeyə mənə gəlir ki, o qədər ehtiyac yoxdur. Bir zatın, bir kimsənin ki, qiymətini Allah Teala öz kitabında verə, Peyğəmbər Aleyhisselam öz hədislərində ifadə eləyə, ondan böyük mənə gəlir ki, qiymət yoxdur. Bir zatın haqqında ki, ənə mədinətül ilmi və aliyyum bəbuhə, mən elmin şəhəriyəm, Əli onun qapısıdır kimi hədis buyurular. Bu Həzrət Əlinin elminə, helminə, şəxsiyyətinə verilən ən böyük qiymətdir. Bir şəxsin ki, cömertliyi, səxavəti, ədaləti Qur'an-ı Kərimin surələrində, ayələrində vəsf olunan insan dili onu vəsf etməyə təbii ki, acizdir. Ona görə də Həzrət Əli haqqında danışmaq çox çətindir. Peyğəmbər Aleyhisselam özü hədislərinin birində buyurur ki, hər kəs Həzrət Əlinin haqqını, onun haqqında danışanda çox ehtiyatlı olmaq lazımdır. Həzrət Əlinin haqqını layiqincə verməyən qiyamət günü Allah Teala'nın qəzəbinə düçar olar. Həzrət Əli haqqında həddindən artıq ifrata varıb, quluva gedəndə yenə də Allah yanında qəzəbə düçar olar və Həzrət Əlinin öz qəzəbinə düçar olar. Buna görə belə bir böyük şəxsiyyətin qiymətini vermək üçün həddindən artıq ağılla, dərrakə ilə, elmlə bu məsələyə yanaşmaq lazımdır və Həzrət Əlinin qiymətini Qur'an ayələrinin işığında, Peyğəmbər Aleyhisselamın hədislərinin işığında verib, onun böyüklüyünü, onun şəxsiyyətini, onun ədalətini, onun nəcibliyini,
onun İslamdan sonra, Peyğəmbər əleyhissalamdan sonra İslam dininin saflığını, ülviyyətini qoruyub saxlamaq, ümmətə təqdim etmək sayəsindəki xidmətlərini bəyan edir. Həzrət Əli çox böyük şəxsiyyət idi. Çox məğrur, Allahın bəndəsi olan bir şəxsiyyət idi. Özü də buyurur ki, Lə təkun abdə qeyrik, Lə təkun abdə qeyrik, və qəd cəaləkəllahu hurra. Başqasının qulu olma. Çünki Rəbbin səni azad yaratmışdır. Bax, belə bir böyük şəxsiyyətin biz haqqında bir gün söhbət aparırıq. Həzrət Əlinin İslam dünyası üçün çox böyük xidmətləri var. Peyğəmbər əleyhissalamın elə götürün, mən onun həyatından vaxtımız az olduğu üçün bir neçə epizodu sizə xatırladım. Elə bu Həzrət Əlinin böyüklüyünə dəlalət edən ən böyük sözlərdir. Peyğəmbərim Məkkədən Mədiniyə hicrəti vaxtı onun rəxtixabında yatan və düşmən təhlükəsinə məruz qalan Həzrəti Əli idi. İslamın tarixində iki böyük müharibənin qəhrəmanı, o biri müharibələrdə də Həzrəti Əlinin çox böyük şücaətlər olub. Xeybərin və Xəndək müharibəsinin qəhrəmanı Həzrəti Əli idi. İslam tarixinin dönüş nöqtəsidir bu iki müharibə və İslamda Xəndək müharibəsində ərəblərin məşhur pəhlivanı Əmr ibn Əbdüvəddi məğlub etməklə İslamın gələcək qələbəsinin taleyini Peyğəmbər əleyhissalamın rəhbərliyi ilə məhz Həzrəti Əli həyata keçirir. Təbrik deyirik, əhli vilayətə təbrik deyirik. Əlinin eşqinə şad olsun hamı, Əlinin eşqinə şad olsun hamı. Əhli imamətə təbrik deyirik, əhli imamətə təbrik deyirik. Ceyranım, tərlanım, tərlanım, əhli imamətə təbrik deyirik. Yenə gəldi Qədir Xumun bayramı, əhli vilayətə təbrik deyirik. Əlinin eşqinə şad olsun hamı, əhli imamətə təbrik deyirik. Əlini eylədi vəsi xatəm, bugünün mislinə sevindi aləm, bugünün mislinə sevindi aləm. Bu bayram ümmətə təbrik deyir, bu bayram ümmətə təbrik deyir. Ceyranım, tərlanım, tərlanım, bu bayram ümmətə təbrik deyir. Rəsul-i Əkrəm əlini eylədi vəsi xatəm, bugünün mislindən sevindi aləm. Bu bayramı ümmətə təbrik deyirik. Deyirəm beləyə əlinin eşqində xəlq olub dünya, əlinin eşqində xəlq olub dünya. Əlisiz bu dünya fənadır, fəna. Ay belə
elə qədiri xumudaya əmr etdi xuda, gözəl şəriətə təbrik deyirik, gəl anam qurban amanayım. Seyidlər bayram, müqəddəs bayram, Seyidlər bayram, müqəddəs bayram, şairi qızıl qələm, peyruğu İslam. Əlini səslərəm hər səhər axşam, Əlini səslərəm hər səhər axşam, getir saadətə təbrik eyir, getir saadətə təbrik eyir, ceyranım tərlanım tərlanım, getir saadətə ey təbrik eyir, camanayım. Ağa Əli hamıza kömək olsun. Sayılan hər kəsin ünvanı Əlidir. Sayılan hər kəsin ünvanı Əlidir. Yəni madə mükəmməl olan canı Əlidir. Yəni madə mükəmməl olan canı Əlidir. Bildinmi necə əvvələdi Adəmi Xaliq? Necə əvvələdi Adəmi Xaliq? Bu məğfirətin rəhməti qufrani Əlidir. Bu məğfirətin rəhməti qufrani Əlidir. Yada gəlib Nuh Əli Mahu Fəqani, mən bu Adəmi الرحمن الرحیم. هدیه عید غدیر. علی یا انسان کامل تیترش است. یا علی نام تو بردم، نه غمی ماند و نه همی. یا علی نام تو بردم، نه غمی ماند و نه همی. به ابی انت و امی. گوییا هیچ نه همی به دلم بوده نه غمی. به ابی انت و امی. تو که از مرگ و حیات این همه فخری و مباهات، علی ای قبله حاجات. گویی اون دزد شقی تیغ نیالوده به سمی. به ابی انت و امی. گویی اون فاجعه دشت بلا هیچ نبوده است، در این غم نگشوده است. سینه هیچ شهیدی نخراشیده به سمی. به ابی انت و امی. حق اگر جلوه با وجه عتم کرده در انسان، کن نه سهل است و نه آسان. به خود حق که تو اون جلوه با وجه عتمی. به ابی انت و امی. دوباره میخونم. حق اگر جلوه با وجه عتم، یعنی تمام، حق اگر جلوه با وجه عتم کرده در انسان، کن نه سهل است و نه آسان. به خود حق که تو اون جلوه با وجه عتمی. به ابی انت و امی. منکر عید غدیر خم و اون خطبه و تنزیل، کر و کور است و عزازیل. با کر و کور چه عید و چه غدیری و چه خمی. به ابی انت و امی. در تولا هم اگر سهو ولایت چه صفاعت. تولا تبرا داریم.
در تولا هم اگر سهو ولایت، چه صفاحت اوف بر این شم فقاهت. بی ولای علی و آل، چه فقهی و چه شمی، به ابی انت و امی. تو کم و کیف جهانی و به کمبود تو دنیا، از سرا تا به ثریا شر و شور است و دیگر هیچ، نه کیفی و نه کمی، به ابی انت و امی. آدمی جامع جمعیت و موجود اتم است، گر به معنای اعم است. تو بهین مظهر انسان به معنای اعمی، به ابی انت و امی. چون بود آدم کامل غرض از خلقت عالم، پس به ذریه آدم جز شما مهد نبوت نبود چیز مهمی، به ابی انت و امی. چون بود آدم کامل غرض از خلقت عالم، پس به ذریه آدم جز شما مهد نبوت نبود چیز مهمی، به ابی انت و امی. عاشق توست که مستوجب مدح است و معظم، عاشق توست که مستوجب مدح است و معظم. منکرت مستحق ذم بازار، منکرت مستحق ذم. و از تو بیگانه نیرزد نه به مدحی نه به ذمی، و ابی انت و امی. بی تو ای شیر خدا سبح و دستار مسلمان، شده بازیچه شیطان. بی تو ای شیر خدا سبح و دستار مسلمان، شده بازیچه شیطان. این چه بوزینه که سرها همه را بسته به دمی، امریکا. این چه بوزینه که سرها همه را بسته به دمی، به ابی انت و امی. لشکر کفر اگر موج زند در همه دنیا، همه طوفان همه دریا، چه کند با تو که چون صخره صما و اصمی، و ابی انت و امی. یا علی خواهمتون شعشعه تیغ زرافشان، هم بدو کفر سرافشان. بایدم این لمعان دید، ندانم به چه لمی. بایدم این لمعان بایدم این لمعان دید و ندانم به چه لمی، به ابی انت و امی. السلام علیکم و رحمت الله. اما ادامه داستان قدیر. پیامبر در اولین بخش سخنان خودشون به حمد و ثنای خداوند پرداختند و سپس به بندگی خودشون در مقابل خداوند شهادت دادند و فرمودند به خدا، ملائکه و کتابهایش ایمان می‌آورم، به دستوراتش گوش می‌دهم و عمل می‌کنم و به هر آنچه که مقدر است تسلیم می‌شوم. و سپس روی صحبت رو به حضرت علی علیه السلام کردند و تصریح کردند و فرمودند جبرائیل 3 بار بر من نازل شد و به من امر کرد که در این مکان اجتماع به پای دارم و به همگان اعلان کنم، به هر سفید و سیاهی، که بعد از من علی علیه السلام ولی من، وصی من و جانشین من بر امتم خواهد بود. من کنت مولا فهذا علی مولا. علی مرتضی شیر خدا مرد و
امام علی علیه السلام دلاوری یگانه، یاری با وفا و مرد علم و عمل و ایمان که هیچگاه پیامبر را تنها نگذاشت. سرانجام مکه نیز بدون جنگ و خونریزی توسط مسلمانان فتح شد و در سال 10 هجرت حجة الوداع و زمان رحلت رسول خدا فرا رسید. ای اهل کاروان، به دستور پیامبر اکرم در کنار برکه قدیر توقف میکنیم. کنار بروید، راه را باز کنید. رسول الله و علی ابن ابی طالب از راه میرسند. ای مردم، آرام باشید، آرام باشید و بشنوید. ای مردم، من از میان شما میروم. هر که من مولای اویم، این علی مولای او. شیر دادار علی، دشمن کفار علی، مرد پیکار علی، حیدر کرار علی. صف شکن و بود شکن و توتی شکن شکنم، گل بیخور علی، دل بر و دلدار علی. صف شکن و بود شکن و توتی شکن شکنم، گل بیخار علی، دل بر و دار علی.
İslam dünyasında görkemli şəxsiyyətin sayəsi altında bir yerə toplaşmışıq. O şəxsiyyəti hamı sevir. Çünkü onu Allah sevir. O alimdi, hem de bütün elmilerin mənbəyi. Dahi şəxsiyyətlər hikmətli kəlamlar özlərindən yadigar qoyub gedərlər. 5 dənə, 6 dənə, 10 dənə. Bu şəxsiyyət özündən 11.000 hikmətli kəlam yadigar qoyub. Hər birisi bütün alimləri öz məzmunu ilə məftun eləyir. Biz bugün bir şəxsiyyətin barəsində söhbət açmaq istəyirik ki, o şəxsiyyət təqvanın nişanəsi, ayəsidir. Onun bütün hərəkətləri təqva çərçivəsində Allah rızayəti ilə. O günaha o qədər pis baxır ki, buyurur, hətta günahın fikrin eləmirəm. Vəllah, لو أعطيت الأقاليم السبعة بما تحت أفلاكها على أن أعصي الله في نملة أسلبها جلب شعيرة ما فعلته. Andolsun Allah'a, bu Ali'nin öz sözüdür. Buyurur, andolsun Allah'a, əgər 7 iqlimin hamısını mənə verələr, bütün fələklərin hamısını və onda olanlarla belə mənə verələr, mən razı olmaram Allaha günah eləyim. Nə qədər? Fi nəmlətin, bir qarışqa ki ağzında buğdanın qabığını aparır, o buğda qabığın qarışqanın ağzından almaq qədəri də hazır olmaram günah eləyim öz Allahıma. O şəxsiyyətin barəsində mən nə deyə bilərəm? Onun ədalətinin haqqında Məsihiyyət aləmində ən görkəmli alim George Jordan Savtul Ədaləh Əl-İnsaniyyə bu adına yazdığı kitabında Əlinin barəsində buyurur, Qutilə Əliyyun fi mihrabih li şiddəti ədlih. Əli öz mihrabında şəhadətə çatdı. Adını ne koymak lazım baba? Göğsünde muska gördüm evladım. Muskada isim yazılır. Bir bakalım. Yazıyor mu ismi?
Yazıyor. Ali. Ben senin o güzel adına kurban olayım. Allah sana acı göstermesin. Senin acını bize göstermesin. Senden kimseye acı çektirmesin. Hep istedim ki bir oğlum olsun. Adı Ali olsun. Oldu çok şükür. Çok şükür. Sonra istedim ki bir torunum olsun. Adı Ali olsun. Oldu çok şükür. Sizinle acilen konuşmamız gerek. Özür dilerim, şu an mümkün değil. Bir dakika lütfen, çok önemli. Hayatınız tehlikede. Buradaki herkes tehlikede. Bu ülkede tehlikeden korkan bir insan eline kalem almaz. Ali Bey. Evet. Buyurun, kime imzalıyorum? Işık, adım Işık. Ali Bey, ister inanın, ister inanmayın ama burası her an bombalanabilir. Bu insanları hemen buradan çıkartmalısınız. Kim gönderdi seni buraya? Bakın, derhal boşaltın burayı lütfen. Bu insan topluluğunu neden dağıtmak istiyorsun? Amacın ne? Lütfen, size doğruyu söylüyorum. Lütfen git başımdan. Siz gelin lütfen. Ne olur dinleyin beni. İsim neydi? Semra Boran. Müsaade eder misiniz? Sırada bekleyenler var. Buyurun. Hacı Sultan, salam, sabahınız hayır olsun inşallah. Selamun aleyküm, selamun aleyküm. İltimas duamız var hacı, buyurun. Sabahınız hayır. Akıbetiniz hayır olsun inşallah. Allah, ben bu zonadan zəngəliyəm. Bu zonadansınız ha, üz üstəniz. Bəli. Səhvən nardaran yazıblar, çok üz istəyirəm. Allah sağ ol, Allah razı olsun. Çok teşekkür ederim. Buyurun, eşidirik. Ağay Səbəttənə də, o məni tanıyır, Ağay Səbəttənə. Hacı Sultan. Bəli, bəli. Salam deyirəm, Allah kömək olsun, Allah var eləsin inşallah. Çok teşekkür ederim. Bir şeir oxuması ilə. Buyurun istifadə edin. Ey adın dillərdə əzbər, ya Əliyyəl Mürtəza. Ya Bizlərə aləmdə rəhbər, ya Əliyyəl Mürtəza. Şəninə həqdən gəlibdir həl ətabu innəma. Sure-i Rəhman Kevser, ya Əliyyəl Mürtəza. Ləhməkə ləhmi dedi çünki Muhammed Mustafa. Şahid oldu insi cinlər, ya Əliyyəl Mürtəza. Xızr İlyas Süleyman qafına dərban olub, nokəründür həm də qəmbər, ya Əliyyəl Mürtəza. Maliki Əmmar Yasər can fəda etdi sənə, həq sənə ad verdi Heydər, ya Əliyyəl Mürtəza. Kainatın məhbəri səndədir hər ixtiyar, ey zəmini ərşələngər, ya Əliyyəl Mürtəza. Həqqini inkar edənlər cənnəti görməz yəqin, Kuyivi aşıqlar istər, ya Əliyyəl Mürtəza. İbn-i Müzzəm namüsəlman etməyib həqdən həya, oldu kafər, çəkdi xəncər, ya Əliyyəl Mürtəza. Əhl-i beytün halı və ol gün sənin qan ağladı, matəmə qərq oldu yeksər, ya Əliyyəl Mürtəza. Zeynəbi rüsumə yetdi bu xəbər, ey bayudəm, va müsibət, qopdu məhşər, ya Əliyyəl Mürtəza. Hacı Sultan aşıqındır, ateşindən ahının, yandı xamə, yandı dəftər, ya Əliyyəl Mürtəza. Allah köməyimiz olsun, Allah can sağlığı. Əliyyəl Mürtəza sizə yar olsun. Çok teşekkür ederim, çok sağ olun. Allah razı olsun, sağ olun. Allah sizden de razı olsun, iltimas duamız var. Putlarınız da, siz de yerin dibine batın. Bıktık, usandık zulmünüzden. Kendi elinizde yaptığınız bu tahta ve çamur parçalarına mı tapacaksınız? Hak dini olan İslam'a ve onun peygamberi olan Muhammed'e
İnanmayacak mısınız? Atalarımızın dinine karşı geldin. Cezan ölümdür. Gebertin. Öldürün. Ne oluyor ya Ebu Cehil? Ya Ömer atalarımızın dinine küfretti. Abdullah'ın oğlu Muhammed'in ortaya attığı fitne, kabilemizin içinde ikilik yaratıyor. Bu gidişte Kureyş parçalanacak. Hakkın var. Onun tek bir çaresi var ya Ömer. Muhammed'i öldürmek. Olmaz ya Ebu Cehil. Muhammed'in amcası mutlaka intikamını alır. Aramıza kan davası girer. Muhammed'i öldürmek için yürek ister. Yanında Ali ve Hamza gibi iki kahraman varken kim yaklaşabilir ki yanına? Ben. Hattab'ın oğlu Ömer. Mekke aslanı Ömer. Ebu Cehil'in hakkı var. Müslümanlığı önlemek için Muhammed'in ölmesi lazım. Onu öldürmek için cesaret lazımsa işte er meydanı. Var mı cesaretinden şüphe eden? للمتقين الذين يؤمنون بالغيب ويقيمون الصلاة. Selam ya Ömer. Selam ya Ömer. وبالآخرة هم يوقنون. Merhaba ya Ömer. Böyle pür hiddet nereye? Muhammed'i öldürmeye. Acaba gücün yeter mi bu işe? Benim gücümden şüphen mi var? Haşa! Ama niyetin bütün Müslümanları öldürmekse, işe